vaxt eləndə, bir də dodaqlarımın vaxtı çatanda səndən icazə alacağım. Başqa səni narahat edən haram var? Türkün məsələ. Yox, atıram bekar. Yaxşı da ayrı yerini. Bəli, o o mahnı yadıma düşdü. Özünü o qədər sıxırsan ki, C hərfini gizlədəsən deyə biabırça danışırsan. Bunlar adı tanış gəlir. Halsajdır bu. Burnun əməliyyat deyil, əməliyyat ikinci dəfə gələcək. Azərbaycan dil müəllimliyinə. Kosmetoloqunuz kimdir? Uşaqlar, ixtisasınızı işləmirsən. Xeyr, mən müəllimlik işləmirəm. Sadəcə redaktoram, bir də Azərbaycan dil müəllimi. Bəli, Azərbaycan dil müəllimi, amma can açanı deyə bilməm, görsən. Qaldır. Özü xoşuma gəlmir misafirə Rüfət. Ancaq mən Sərxan qaldıra bilərəm. Sumqayıtda hansı tərəfdə qalırsan? Baxça şəhərdə. İlkinə Azər Verdiyev eləyib. Səlim, sən çıxdın xəstəxanadan. Azərbaycan dil ədəbiyyat müəllimiyəm. Deyirəm ki, ancaq Sərxan qaldıram misafirə. Anlam bilmirəm valla. Onu həkimə gedin, həkim qəbuluna. O sizə desin nə etmək olar. Burada nə axtarırsan? Novruzcu bura girməyimə də qarışırsan. Biz cındır satıq. Mən də Baxça şəhərdəyim. Doğrudan görməmiş olmaz mən orada. Tamam. Hansı məktəbi bitirmisən? Sumqayıtda 28 nömrəli, amma 9-a qədər istedad liseyində oxumuşam. Saçın qısadır. Onu da uzadıram. Sibrizə gedirsən. Valla bu yay bir dəfə getdim. Keçən yay Sibriz normal idi. Bu yay ümumiyyətlə Sibrilini çıxardıblar. Bütün arj qədələr oradadır. Bütün ləlöyünlər oradadır, özünü apara bilməyənlər. Günlərə düşəsən də. Əxə, deyib qılır öydə. 10-cu mikrayında olan Sara. Nora mahnatan olan ana. Bilmirəm, 888 dünəndən yazıram, cavab yazmıyorum. Yaxşı adıma saldız. Valla qaqaşa nəsə olub, yoxdur ortalıqda. 2-1. O 300-lə motosiklet sürəndən yoxdur ortalıqda. Nə yaxşı, siz oranı bitirmişsiniz? Hələ məktəbə gedirsiniz. İnşallah bitirərsiniz. Amma mən 9-a qədər istedad liseyini qutarmışam. İstedad liseyin 9, 10, 11-i keçdim 28-ə. Liseylə getmək çətin olur. Oradan axtar, Aysun'da. Doğrudan. Yoxdur ortalıqda. Valla 300-lə motosiklet sürəndən sonra yoxdur. Acaba nesə olub görəsən ona. Salam, necəsin? Çalsanız necəsin? Necəsən? Ağraş dedilən qız girib baxıb mənə baxsan, qız yox, başqa bir şey yaxşıyır. Nəyə girib baxıb? Rüfət başa düşmədim. Dilşad Qulamova bəlkə tanıyarsan, çoxdan da orada işlədim içində. Valla mənim yadımda deyil, Nora göyə video atacaqdı. Çox sağ olayım. Nora'ya da motosikletlə video. Şöyle də deyib, Aliyana'ya da deyib ki, video atacağım, ondan sonra yoxdur ortalıqda. Mən restoranlarla işlədirəm, modelim, amma belə yox, bir dənəsi zat deyil. Rüfət, sən deyəsən sözlərimin bəzisi düşür, səhifəmi staklayır, Normaldır, sizin səhifənizi stoklayacaqlar. Bu yanında ancaq pul qarxanım, bu yadında ancaq... Ölürəm. Dodağı niyə yaralı? Fərdişə görə dodağım yara olmuyor. Yo, bu yara deyil uşaqlar. Tint çəkmişəm, ora çox düşüb.
Sərxan yoxdur. Darıxmı istəyəsən Elena xanım? Trendyolda səbətə 60 manat istədiyiniz kollagen. Bəli, bəli, bahadır biraz. Əvvəl ucuz idi uşaqlar. 30 manatda satırdılar kollageni. Trendyol qudurdu. Əslində müəllimə, amma işləmirəm müəllimə. Qaşdan doğuşan lazım. Hə. Hə, mən müəllim kimi 2 həftə işlədim. Getdim praktikaya, sonra mənə deyirdi, ev verəcəklər, sən hara aparacam. Sənə də deyirdi, mənə də elə onu deyirdi. Bizi xəyanət edir, nə bir cüz tərəzim. Sənin görüm limitsiz kart alamam, uşağa çıxsın. Oy! Allah hamd olsun, limitsiz kart olsa da, nə olsa da, mamma uşağı olanda tiksinirəm. Üzüm qara deyil, axaq saxlarım üzüm. Allah haqqı sevmirəm, mama uşaqlarım, papa uşaqlarım. Məktəb sənə sonra kart atan lazım. Məs başım, qara qız deyirlər sənə, hə, qara qız deyirlər. Biz mama uşağıyıq. Sağ olun. Əslində ixtisasım müəllimlikdir, amma redaktor işləyirəm, müəllim deyiləm. Çağ sağla yaraz. Bir dənə çay gedir uşaqlar, gəlin çay çayım. Mən müəllim işləyirə bilmərəm mən. Enerji bax, çox sağ ol. Səni saxlayayım.